Həm sualların, həm də ki, mədəniyyətinə toxunaraq getmək istəyirəm. Elə burada sizə düşəcək mövzular, bir mədəniyyətdən şəkillər düşə bilər. Yəni çox xahiş edirəm, mədəniyyətlə bağlı olan qalaları falan göndərəcəm, həm də qalaların şəkillərinə də baxarsınız, yaxşımı? Yəni onların şəkillərinə də oxuduqca bir baxın. Çünki keçən imtahanlarda qalanın şəkli düşmüşdü. Məsələn, milli geyimlərin şəkilləri ilə düşə bilər. Ona görə buradan irəliləyəndə ekranda görünür də kitab, yoxsa yox? Ekranda kitab görünürmü? Bəli, bəli, görünür. Hə, yaxşı. Maraq arası Amma biraz zoom edin də, biraz uzaq. yaxınlaşdırın biraz. Bəli, bəli. Yaxşı, bir dəqiqə. Aha, belə yaxşıdır. Dəqiqə bağlaya bilsin. Deməli, Maraq rəsədxanası inşa edilmişdir. Maraq rəsədxanası Azərbaycanda inşa edilən ilk rəsədxana kimi tarixə düşübdür və Hülakülər dövrünə aiddir. Azərbaycanda yaranmış Hülakülər dövrünə aiddir. Və Hülakülər dövrü də 13-cü əsr dövlətlərindən biridir Azərbaycanda. Burada cavab Hülakü hökmdarı Qazan xanın əmri ilə tikilməsi kimi götürürük. Yəni D variantı, Maraq rəsədxanasının inşası Hülakülər dövründə tikilməsidir. Doğru cavab. Daha sonra, məsələn, buradan sizin sualları sizə ünvanlayayım tək-tək sırayla. Həm siz o dövlətə aid bilgiləri deyin, həm də tarixin, mədəniyyətinə toxunaq. Daha sonra Təbriz. Təbriz hansı dövlətlərin paytaxtı olubdu, Aynur xanım? Təbriz rəvadilərin olub. Hə, rəvadilərin olub. Burada cavab Təbrizdə Göy məscid inşa edilmişdi. Rəvadilər dövründə, mən bilən A bəndidir. Yox, Rəvadilər dövründə ilk paytaxt Təbriz olub, düzdür. Təbriz ilk dəfə paytaxt olub. Amma Göy məscidinin inşası 15-ci əsr abidəsidir və Uzun Həsən adı ilə bağlıdır. Bayandurlu, yəni Ağqoyunlu hökmdarı Uzun Həsən adı ilə bağlıdır və buna görə bu abidə Ağqoyunlu dövlətinə məxsus abidə gedir. Təbriz şəhərində yerləşir. Təbrizi bir də sadalamaq istəyirəm, hansı dövlətlərin paytaxtı olubdur? Ağqoyunlu, Qaraqoyunlu, Rəvadilərin, daha sonra Hülakülərin paytaxtı olubdur, Səfəvilərin paytaxtı olub və bir də Eldənizlər dövlətinin paytaxtı olubdur. Yəni, bununla bağlı düşə bilər. Təbriz məşhur şəhərdir, yəni, buna toxunula bilər. Bir də, bax, buna toxunmuşlar. Üçüncü suala baxın. Əcəmi Əbubəkir oğlu tərəfindən inşa edilmiş memarlıq abidələri. Əcəmi Əbubəkir oğlu və yaxud da Naxçıvani deyirik buna. Əcəmi Naxçıvani deyirik. 12-ci əsrin intibah dövrünün ən görkəmli memarlarından sayılır. Və 12-ci əsr dövlətlərindən, yəni Eldənizlər sarayının görkəmli nümayəndəsi olubdur. Və onun tikdiyi abidələrə hansı abidələr deyə bilərsiniz? Dəqiqə. Nə qoşulubdur? Ürfan bəy. Əcəmi Əbubəkir oğluna Naxçıvanda Möminə xatun türbəsidir. Sonra yəqin ki, Yusif İbn Küseyir məqbərəsi olur. Bəli, əslində burada məntiq ilə tapa bilərsiniz. Bax, suallar sizə təqribi bu yaxınlıqda düşəcək elə. Əcəmi Əbubəkir deyən kimi, adını görən kimi Naxçıvanı götürün. Onun bütün abidələri Naxçıvandadır. Yusif İbn Küseyirdir, Möminə xatundur, Cümə məscidi, Darümülk, Eldənizlər sarayı. Bu, Əcəmi Əbubəkir oğluna aid abidədir. 12-ci əsrində. İntibah dövrü Azərbaycanda nə vaxt oldu? 12-ci əsrdə. Belə incə məqamlara toxunmuram. Onlar düşən suallar deyil. Daha çox, məsələn, qalalarla bağlı düşən suallar. 6-cı sualda. Məsələn, burada Yusif bəy, siz deyə bilərsiniz. Qız qalası ilə Naxçıvanda Möminə xatun türbəsinin ortaq cəhəti. Salam. Salam, evet.
Y variantı 12-ci əsrdədir onlar yoxsa? Bəli. Aysa, hər ikisi 12-ci əsr abidələrdir. Və bir də bir şey deyim sizə, türbələrlə qalaların fərqini bilirsiniz, amma yenə xatırlatma kimi deyim. Qalalar müdafiə xarakterli tikililərdir. Məsələn, sual verə bilər ki, aşağıdakılardan biri müdafiə xarakterli abidədir və ya tikilidir, qala götürəcəksiniz. Yəni qala sözün gördüksə avtomatik ona aiddir, müdafiədir. Amma türbələr dini xarakterlidir. Yəni türbələrin içində olmusunuzsa görmüsünüz də ərəb belə deyək, memarlığına aid üslubda tikilibdir və dini xarakterli binalar hesab olunur bunlar. Və Əcəmi Əbubəkiroğlunun tikdiyi bütün abidələr dini xarakterli türbələr idi. Buna əlavə olaraq deməli daha sonra məsələn Vüsal bəy siz deyərdiniz burada Bakıdakı Qız qalası və Şamaxıdakı Gülüstan qalasının oxşarlığı nə ola bilər? Vüsal bəy də qatılmışdı. Biləm, eşidirəm, sualı oxuyurdum. Bakıdakı Qız qalası və Şamaxı yaxınlığındakı Gülüstan qalasının tarixinə aid oxşarlıq. Hülakülər dövründə, Salarilər dövründə Əcəmi Əbubəkir oğlu tərəfindən Hülakülərlə Salarilər dövründə Salarilər deyəsən lap əvvəl oldu, o vaxt olmadı. Əbubəkir oğlu tərəfindən bilmirəm, onlar tərəfindən inşa olunub yoxsa yox, amma nəsə Şəmsəddin Eldəniz göstərişi tikilmiş memarlıq abidələrdir deyə nəsə yadımda qalıb, həm də deyəsən onun hakimiyyəti dövrünə təsadüfmü edir, nəsə belə bir şey. Onun hakimiyyət dönəminə təsadüf edir. Amma bir məlumat verim ki, Şəmsəddin Eldənizin adını görsəniz və yaxud da Eldənizlər dövrü desə, bax onların abidəsi Bakı və yaxud Şamaxı yaxınlığında ola bilməz. Çünki o vaxt orada Şirvanşahlar Onlar Naxçıvanlar tərəf. Aysa, orada Naxçıvan götürəcək. Eldənizlər dedisə, onların əsas abidələri Naxçıvan ərazisində yerləşir. Yəni o sizin üçün bir əslində Düzdür, mən səhv saldım. Eldənizlər Naxçıvan tərəfdə olub, baxı, düzdür. Bəli. Bunda Eldənizlər deyil, Salarilər vaxtında da deyil. 12-ci əsrdimi bilmirəm, nə bilim, bəlkə Əcəmi Əbubəkiroğlu. Bax, Yox, o da Naxçıvandadır deyəsən, onda şeyləri. Bəli. 12-ci əsr memarlıq abidələri olmaları. Bayaq Yusuf bəy dedi, Qız qalası 12-ci əsrdə tikilib. Eynən Şamaxıda Gülüstan qalası da 12-ci əsr abidəsidir. Tamam. Və bu ikisinin ortaq cəhəti Qız qalası ilə Gülüstan qalasının ortaq cəhəti isə Şirvanşahlar dövlətinə məxsus olubdur. Şirvanşahların ərazisində olubdur. Elə Bakı, Şamaxı deyəndə ağlınıza Şirvanşahlar gəlsin. Çünki onun paytaxt şəhərləri olubdur ayrı-ayrı vaxtlarda. Və 12-ci əsr. Tamam, yaxşı. Daha sonra Bərdə türbəsi və Naxçıvandakı Gülüstan türbələrinin ortaq cəhəti deyəndə hər ikisi dini xarakterli olsaydı götürə bilərdi, amma elə bir şey yoxdur deyənə. Nə götürərik burada Aynur xanım? Erkən orta əsrlərdə inşa edilmələri. Erkən orta əsrlərdə? Yox, olmur. Yox, düzdür. Hər də təxminən elə ikisi də Bərdə türbəsinin yadımdan çıxartdım prosto dəqiq. Elə uyğundur, elə ikisi də orta. Müdafiə xarakterli tikili deyirlər. Dedik axı dini xarakterlidirlər. Eldənizlər dövrünün abidəsi deyil, çünki Bərdə aid deyil, yəni o dövr tikilməkdir. Məsud Davudoğlu isə çox məşhur Azərbaycan memarlarındandır. Adını yadınızda saxlayın. Çünki siyahıda verə bilər ki, məsələn, məntiqi ardıcılığı tamamlayın. Məsud Davudoğlu memardır. Və Qız qalasını tikən memardır həmçinin. Ki, o da bura aid deyil. Bəli, erkən orta əsrlərin inşa edilmələrində. Orta əsrlər dövrünə aiddir, yəni. Daha sonra, məsələn, Qarabağlar kəndində olan Başdaq memarlıq kompleksi ilə, yəni Naxçıvan ərazisində Gülüstan türbəsi, indi bunu deyirəm, bir də yadda qalsın deyənə, hər ikisi 13-cü, 14-cü əsr abidələrdir. 13-14-cü əsrlərdə inşa olunub. Bu şəhərlərin adlarını çəkmişdiniz keçən dəfə. Yusuf bəy, siz dinləyici kimi iştirak eləmişdiniz. Deyə bilərsiniz Mahmudabad və Sultaniyə şəhərləri.
üçün ortaq cəhət nə götürə bilərik? Yəni hansı dövlət tərəfindən tikilib? Atabəylərin hakimiyyəti dövründə Yox, Atabəylərdən sonra gələn, onu bilmirəm. hətta Monqollar İslam dinini qəbul elədiyinə görə özün Mahmud adlandırmışdı o hökmdar, Qazan xan yəni. Hülakülər dövlətinə aiddir. Hülakülər. Hülakülər. Yəni Mahmudabad və Sultaniyə şəhərləri Hülakülər. İndi cavablarda Hülakülər yoxdur, amma Hülakülər 13-cü əsr dövlətidir Azərbaycanda. Belə götürə bilərik. 11-ci sual. Naxçıvanda Gülüstan, Ürfan bəy, buna deyə bilərsiniz? Demək, Naxçıvanda, Gülüstan, Sultaniyədə Olcaytı, Xudabəndə türbələrinin tarixinə aid oxşarlıq, Davutoğlu deyil, İntibah mədəniyyət, Eldənizlərin hakimiyyəti, xeyr. 13, Hülakülərin hakimiyyəti dövründə. 13-cü əsrdə inşa edilmələri, 13-cü əsrdə inşa edilmələri, bəli, 13-cü əsr abidələri içərisinə daxildir, hər ikisi düzdür. Bir də burada əlavə olaraq hesab edə bilərsiniz, Azərbaycanda mövcud olmuş türk dövləti və yaxud da Azərbaycanda yaranmış türk dövlətləri hansılardır? Saya bilərsiniz? Mənə dediniz, Bəli, bəli. Türk mənşəli dövlətlər hesab. türk mənşəli o keçən dərs 6-7-sini saydınız, onları deyirsiniz. Aha. Yəni onlardan türk də var, başqa mənşəli olanlar da var. Tacilərdir, Salarilərdir, Bəli. Şirvanşahlardır, Yox, Şirvanşahlar ərəb mənşəli dövlət. Ərəbdir, hə. Onda deyəndə orada deməli şimalda olanları götürəcəyik də türk mənşəlilər. Bir də ki, bu şərq tərəfdə Eldənizlər ola bilər. Aha, türkdür. Sonra Eldənizlərin yanında sonra türk ağqoyunlu, qaraqoyunlu, Bəli. Səfəvilər. Səfəvilər, Səfəvilər, Xürrəmlər fars idi də deyəsən. Xürrəmlər dövlət deyil. Ümumiyyətlə, Xürrəmlər dövlət kimi qətiyyən götürülmüşdür. Babək hökmdar deyil. Məsələn, sual düşə bilər ki, hökmdarları göstərin və yaxud da bu hökmdara aiddir. Babək qətiyyən hökmdar deyil. Ona ixtisar edin getsin. İnqilabçı idi. Yəni üsyan. Xürrəmlər hərəkatı olmuşdu da. Bəli, Hə, Xürrəmlər bir hərəkatı, hərəkat bəli. idi. Hansı dövlətə qarşı baş vermiş bir hərəkat idi? Səfəvilərə də deyəsən. Ərəb işğalına qarşı. Ərəblərin Hə. Azərbaycandakı işğalına qarşı baş vermişdi. Azərbaycan ifadəsi ilk dəfə Yusif bəy nə vaxt işlənibdir? Azərbaycan Azərbaycan yəni necə nə vaxt, hansı illərdə yəni, yoxsa kim hansı dövr? yəni ilk dəfə hansı dövrdə işlənməyə başlanıbdı Azərbaycan ifadəsi? Əvvəl bilirsiniz ki, Atropatena, Albaniya, yəni Azərbaycan Albaniya, bəli. Azərbaycan. Məncə Atropatenadan sonra idi da səhv etmirəm, yoxsa elə səhv etmirəm. Atropatena ərazilərini kim belə adlandırmışdı? Albanlar. Ərəblər. Ərəblərə. Bəli. Düşdü ki, Azərbaycan ifadəsi ilk dəfə 7-ci əsrdə ərəblər tərəfindən işlədilibdir. Atropatenanı Adurbaqan və Azərbaycan şəklində adlandırırdılar. Yəni Atropatena dövrünə aiddir o Azərbaycan adlandırılması. Yox, Atropatena süqut eləmişdi, amma onun torpaqları yenə də Azərbaycan şəklində adlandırılırdı. Süqut eləmişdi o dövlət. Amma o torpaqlar qalırdı. Onun ərazisini ərəblər Azərbaycan şəklində adlandırırdı. Amma ondan yuxarıda, Araz sahilindən yuxarıdakı olan torpaqları isə ərəblər Aran adlandırırdı. Ümumilikdə bugünkü Azərbaycan Respublikasını Aran adlandırırdılar. Yəni sual verirsə ki, Aran deyəndə hansı ərazi nəzərdə tutulur? Bugünkü Azərbaycan Respublikası nəzərdə tutulurdu. Və hətta qeyd edim ki, Aranın baş şəhəri hansı şəhərdir? Bərdə. Bərdə şəhəri, Bəli, Bərdə. Arranın baş şəhəri və yaxud da bu yerlərin Bağdadı. Bərdə. Belə adlandırırdılar ərəblər. Ərəblər ümumiyyətlə Bərdənin xüsusi əhəmiyyət verirdilər. Çünki ticarət yollarının üzərində yerləşirdi yenə. Əvvəlki İpək yolunun üzərində yerləşirdi. Şərqdən Avropaya gedən yollar üzərində. Buna görə Bərdəni xüsusilə sevirdilər, belə deyim. Bir də ki, ərəblərin yaşayış tərzinə uyğun bir şəhər idi, istiliyinə görə falan. Ona görə oranı əhəmiyyət verirdilər.
Daha sonra Şeyx Cüneyd məqbərəsi və Bakının Şərq darvazaları hər ikisi üçün ortaq cəhət götürsək əgər, nə götürərik burada? Aynur xanım. Burada birinci olmayacaq. Məqbərədir biri çünki. İkinci Toxtamış Dağlı Memar Əcəmi tərəfindən inşa edilmişdir. Yox, mən bilən Memar Əcəmi tərəfindən olmayıbdır. Bu da yox. 16-cı əsrə Çox güman ki, bu. çətin sualdır. Ona görə yormaq istəmədim, mən dedim. Şirvanşah Xəlilullahın əmri ilə inşa edilmişdir. Bu Şirvanşah ikinci Şirvanşah burada olmazdı axı. Bakının şərq darvazalarına aidliyi belə deyim də olmazdı. Bir dənə beynən də fikirləşirəm. Beynən dedə qaldı. Toxtamışın yürüşləri, ümumiyyətlə Toxtamış hakimiyyətdə olubdur. 14-cü əsrdə hakimiyyətdə olubdur Toxtamış. Yəni yürüşləri 14-cü əsrdə. Şirvanşah Xəylullah məsələsinə gələndə isə Xəylullah 16-cı əsrdə yaşayıbdır. Amma Şeyx Cüneyd məqbərəsi, bax Şeyx adından göründüyü kimi Səfəvilərin adı ilə bağlı idi. Çünki siz bilirsiniz ki, Səfəvilər əvvəl şeyxlərdən gəlirdi də. Yəni Şeyx Dərviş ordeni idi. Və bu Şeyx Cüneydi də Şah İsmail Xətainin babası tikdirmişdi. Onun babası tərəfindən tikilmişdi bu. Yəni Şirvanşahlara aid bir şey deyil. Və onu da qeyd edim ki, Şirvanşahlar ilə Səfəvilər daimi düşmən vəziyyətdə olmuşdur. Çünki Şah İsmail Xətainin atasını da, qardaşını da, babasını da Şirvanşah hökmdarları öldürmüşdür. Ona görə Şah İsmail Xətai Şirvanşahlara nifrət edirdi. Hətta Bakını alan kimi birinci Xəlilullah və onun nəslindən olanları öldürür. Hətta qəbirlərini belə dağıdır. Atasının, babasını öldürənlərin qəbirlərini dağıdır. Hətta buna görə Şirvanşahlar sarayında bir çoxsunun qəbirləri dağıdılmış vəziyyətdə, sonradan bərpa olunmuşdu. Və onun dövründən belə bu hala salınmışdı. Və Bakının ümumi xəzinəsini ələ keçirir. İlk işi o olur. Şah İsmailin ilk işi olur. Həsən bəy Rumlu ilə İskəndər bəy Münşi tariximizdə çox mühüm yer tutur bu ikisi. Öfən bəy, bunlarla bağlı nə deyə bilərsən? Günay xanım, üzr istəyirəm. Burada Günay xanım, üzr istəyirəm. 12-də bilmədim cavabı. Üzr istəyirəm. 16-cı əsr. Dediniz. Bəli, 16-cı əsrdə aid olmaları. Həsən bəy Rumlu ilə İskəndər bəy Münşi nəçə olublar, nə olublar tariximizdə? Bunların hər ikisi Səfəvilər dövlətində Şah İsmailin ətrafındakı şəxslərdən olub deyə düşünürəm. Yəqin ki, əsər yazmaqları haqqında məlumatım yoxdur, memar deyirlər. Hülakülərə aid bunların əsəri olmaz. Yəqin ki, yaşadıkları dövrə görə C bəndidir cavab. C variantıdır, bəli. Elə düz yaxınlaşmışdın, qaçma başqa yerə. Elə Səfəvi demişdin sən. Səfəvi dövlətinin... Bəli, Səfəvi demişdim, amma Həsən bəy Rumlu Şah İsmailin bir növ lələ rolunda olub. Ona görə filozof kimi düşündüm, amma filozof olaraq onun adı tarixdə keçmədiyinə görə C bəndini dedim. Bəli. Lələsi olmuşdu. Hətta Şah İsmailin dövrünü tarixə alan, onun qeyd edən əsərləri, yəni onun əsərləri gəlib çatıb dövrümüzə, Həsən bəy Rumlunun. İskəndər bəy Münşi isə sonrakı Abbasın dövrünü qeyd edən tarixçilərimizdən olubdur. Ümumiyyətlə, o dövrün şəxsləri həm ictimai xadimlə yanaşı, həm də o dövr yazıya alan bir növ tarixçilər və yaxud da elm xadimləri olubdur, həm də coğrafiya sahəsində falan. Məsələn, Nəsrəddin Tusi, Yusif bəy, Nəsrəddin Tusi və Fəzil Fərəddin Şirvani. Nə götürərsiniz? Səsim gəlir Yusuf bəy? Bəli, eşidirəm. Bunları oxuyuram. Yox, elə bildim səs gəlmədi. Bu astronomiya olub, bilmirəm, Fazil Fəriddin Şirvani olub. Marağa rəsədxanasında fəaliyyət göstərib bunlar. Bu bəlkə deyirəm olar.
sual versən, yoxsa hələ oxuyursan? Yox, variantım yoxdur, elə təxmini deyə fikirləşərdim. Marağa rəsədxanasında fəaliyyət. Deməli, Fəzil Fərədin Şirvani Marağa rəsədxanasında Nəsrəddin Tusidir. Amma Fəzil Fərədin Şirvani Marağada olmub, amma astronom olubdur. Yəni dövrünün görkəmli astronomu olubdur, amma 14-cü əsr yox. Çünki Nəsrəddin Tusi 13-cü əsrdə yaşayıb. Astronomiya elminin inkişafında böyük xidmətlərinin olması A variantı. Hər ikisi astronom. Hə, belə bir şey də deyim sizə, variantda məntiqi işlətmək üçün. Məsələn, A variantı da astronom sahəsidir. Məsələn, siz bildiniz ki, Nəsrəddin Tusi astronomdur. Təqribi tutmalısınız ki, söhbət burada astronomiyaya toxunmaqdan gedir. Yəni, nəsə toxunublar burada. 14-cü əsrdə də yazıbdır astronom. Artıq bu ikisini də qoyubsa, deməli, mütləq də A variantı düzdür. Əgər sən B variantını götürsən, A da düzdür. Necə götürməlisən onda? Aydındır. Onda məntiqi tez işə salın ki, A, deməli, biri 14-cü əsrdə ola bilər, biri isə başqa dövrlədə. Çox güman ki, 2 variant vardı burada düzgün cavab. Tez elə də A-ya gedim. Sonra üstündə Latin yazısı, bu düşməyəcək, qədim dövr çox düşmür. Keçmək istəyirəm bunu. Hə, bax, bu düşə bilər. Hülyarçı xanım məsləhətçisi olubdur. Həm də demişdim sizə ki, o dövründə görkəmli xadimi olubdur Vüsal bəy. Hansını götürərsiniz buna? Tusidir də yəqin ki. Bəli. Elxani Zid əsərini də yazmışdı həmçinin Hülyarçı xanın şərəfinə. Çünki Hülyarçı xanı Elxani xan da adlandırırdılar. Bu şəkildə. Sonra Elxanilər dövlətində baş vəzir olmuş görkəmli Azərbaycan tarixçisi. Amma bura baxın, tarixçisi deyir, astronom demir. Yəni Nəsrəddin Tusini qətiyyən götürmür. Çünki o astronom. Aynı xan, buyur. Qəzvini. Həmdullah Qəzvini. Qəzvini dil sahəsində olubdur, dilçiliyinə. Hətta bu universitet yaradıcısı olubdur. İlk məsələn Azərbaycanda universiteti yaradan şəxs sayılır ki, Hülyarçılar dövründə yaradılıbdır. Bu da Rəşidiyyə. Kimdir? Rəşidiyyə Universiteti. Onda Rəşidəddindir. Bəli, Fəzullah Rəşidəddin. Rəşidiyyə Universiteti adını Təbrizdə tikilmişdir. Bəli, onunla yadda saxlayın ki, məsələn, Elxanilər dövləti kimdən sonra gəldi? Hansı dövrə əhatə edirdi? Bir dənə təşkil edirdi. Bəli, Elxanilər dövləti Azərbaycana Monqol hücumları nəticəsində yaranıbdır. Monqolların hücumu nəticəsində 1258-ci ildə, yəni 13-cü əsrdə yaradılıbdır. Hülyarçı xan tərəfindən. Yəni Eldənizlərdən sonrakı bir dönəmdə olubdur. Eldənizlərdən sonrakı hansı xanlıqdan əvvəlki? Deməli, Eldənizlər dövləti 1225-də süqut eləyir və o zaman Monqolların hücumuna məruz qalır belə. Həmin dövrdə 1258-də isə yeni bir dövlət yaranır Azərbaycanda. Bu da Elxanilər dövləti. Buna vaxt süqut edir? Bunun süqutu isə 1357-də, 100 ilə yaxın yaşayır. Bundan sonra hansı yaranır? Bundan sonra isə Azərbaycan bir müddət Cəlalilərin hakimiyyəti altına düşür. Amma qeyd edeyim ki, Azərbaycanda Cəlalilər dövləti yaranmayıb. Cəlalilər sonradan gəlib Azərbaycanı tutubdur. Başa düşdüm. Məsələn, sual verə bilər ki, Azərbaycan dövlətlərindən biri deyil, Cəlalilər Azərbaycan dövləti deyil. Azərbaycanı sonradan işğal ediblər. Və yaxud da Teymurlər də Azərbaycan dövləti deyil, Toxtamışın özü də deyil. Bunlar Azərbaycana işğalcı hücumlar eləyən sərkərdələr olubdur. Azərbaycanı işğal edən Bəlkə Xarəzmşahlar deyə bilərik müəllimə. Xarəzmşahlar da bəli, indiki Özbək dövlətinin keçmiş adı Xarəzmşahlar dövləti idi. Bəli, Özbək dövlətidir. Yəni Azərbaycan dövləti. Onu Azərbaycanda yaranmış türk dövləti kimi göstərə bilərik? Yox, götürə bilmərik. Bunu qeyd edəndə sən yox idin dərsdə. İndi yenidən qeyd eləmək istəyirəm. Ümumiyyətlə, hansı dövlətin Azərbaycan dövləti olmasını bilmək istəyirsinizsə, onun paytaxtına baxın. Əgər paytaxtı yarananda Azərbaycan şəhəri idisə, o Azərbaycan dövlətidir. Məsələn, Cəlalilər deyə bilərsiniz ki, bəs paytaxtı Təbriz olubdur. Düzdür, Təbriz olub paytaxtı. Amma sonradan köçürülənib paytaxt Təbrizə. İş yarananda paytaxtı Bağdad şəhəridir. Bağdadda bilirsiniz ki, ərəblərin şəhəridir, indi İraq şəhəridir.
Yəni qısa ifadə edeyim ki, Azərbaycan dövləti olmaq üçün Azərbaycan şəhəri onun paytaxtı olmalıdır. Azərbaycanda yaranmalıdır. Bir də burada başqa bir ayrı da məqam vardır. Bir Azərbaycanda yaranmış türk dövlətləri deyirik, bir də digər mənşəli dövlətlər var. Məsələn, Şirvanşahlar Azərbaycan dövlətidir, amma türk mənşəli deyil. Ərəb sülaləsi yaradıbdır. Və yaxud da Rəvvadilər, Şəddadilər olsun. Şəddadiləri kürdlər yaradıb. Kürd mənşəli dövlətdir. Daha sonra Rəvvadilər də ərəb mənşəli dövlətdir. Amma Azərbaycan dövlətidir. Bəs bir də belə soruşum, Gəncə hansı dövlətin paytaxtı olub ilk dəfə? Bu feodal dövlətlərindən hansının paytaxtı Gəncə olubdur? Hardadır sual mənim? Yox, sual burada yoxdur. Keçən danışdıqlarından təşəkkür. Deyirsən Səfəvilər deyildi. Yox, ümumiyyətlə Səfəvilərdə bugünkü Azərbaycan Respublikasının heç bir şəhəri paytaxt olmubdur. Cənubda olubdur paytaxtların hamısı. Gəncə Şəddadilərin paytaxtı olub, Şəddadilər. Bunu siz necə yadda saxlaya bilərsiniz? Məsələn, sual düşə bilər ki, Azərbaycanın şimalında yaranmış dövlətlər, bax Şəddadilər, Şırşı, şimaldan yadda saxlayın. Şirvanşahlar şimaldadır. Bir dənə Eldənizlər yoxdur, amma Eldənizləri yadda saxlayın ki, o da şimaldadır. Şimal deyəndə bugünkü Azərbaycan Respublikası nəzərdə tutulur. Bu torpaqlar nəzərdə tutulur. Yəni Şəddadilər də paytaxtı Gəncə olub. Belə götürürük. Təbrizi bilirsiniz ki, ilk dəfə Rəvvadilərin paytaxtı olubdur. Naxçıvan, məsələn, ilk dəfə Eldənizlərin paytaxtı olubdur. Bu şəkildə. Burada da Fəzlullah Rəşidəddini götürürük. 13-cü əsr Qazan xanın da vəziri olubdur Fəzlullah Rəşidəddin 17-ci sualda. Fəzlullah Rəşidəddin vəzir olur. İntibah dövrü. Biz dedik ki, intibah dövrü 11-12-ci əsrlərə əhatə edir. Bu həm də ədəbiyyata da aiddir. Burada Aynur xanım, siz baxın bu suala bir dənə. Biraz böyüklərdiniz də zəhmət olmasa nəsə tam oxumuram. Bir dəqiqə. Baş vəzir. Yox, intibah dövrü məmurluq abidələri sırasına daxildir. İntibah dövrü deyəndə Göy məscid, Təbrizdə Göy məscid. Amma biz deyirik intibah dövrü 11-12-ci əsrlər. 11-12-cüsə Qız qalası 12-ci əsrə aiddir də. Sağ. Qız qalası. Qız qalası, intibah dövrü abidəsidir. Onu götürəcək. Sonra bax, siz dediniz ki, Göy məscid. İndi Göy məscidə toxunmaq istəyirəm, çünki 2 dənə Göy məscid vardı. İrəvandakı Göy məscid xanlıqlar dövrünə aiddir. İrəvan xanlığına aiddir, belə yadda saxlayın. Və bilirsiniz ki, xanlıqların hamısı neçənci əsrdə mövcud olubdur? 6-7-ci əsrlərdə idi də səhv eləmirəmsə. Bizə daha yaxındır. 18-ci əsr. Bəli, xanlıqlar 18-ci əsrdə mövcud olub. Hamısı 18-də mövcud olubdur. Çünki elə onların xanlıqların yaranma illərini belə deyim, yadda qalacaq. 1747-də hamısı demək olar belə yaranıb. Bir dənə Şəkidən başqa Şəki 43-də yaranıb. Yəni Azərbaycanda yaranan ilk xanlıq hansıdır? Şəki. Şəki xanlığıdır. İlk dəfə o yaranıb. Daha sonra, bir də Göy məscid Təbrizdədir. Təbrizdəki Göy məscid isə, baxın, ikisində də var Cəvalət. O isə Ağqoyunlu dövlətinə məxsusdur. Ağqoyunlu dövləti dövründə tikilibdir, 15-ci əsrdə yəni. Sonra Yusif İbn Küseyr və Möminə xatun memarlıq abidələrinin Vüsal bəy ortaq cəhəti nə ola bilər? Deməli, müdafiə məqsədi ilə inşa edilməyiblər. Yəni, bu abidədir. Bir də o birisi variantlara baxaq. A deyil. 12-ci. Hansılar idi? Möminə xatun və Küsən. Okey. Bildim. Əməvilər. Elxanilər dövrünün abidələridir də bunlar. Bəlkə bir balaca da Elxani yox. Eldəniz. Eldənizlər dövrü. Bunlar Naxçıvan tərəfdədir. Aha.
Eldəniz deyəndə hansı dövr ağlımıza gəlir bizim? Ə, 12-dir. Bəli, 12. Yəni intibah Hə, dövrü. hə, tamam. Eldənizlər Azərbaycanın çiçəklənmə dövrünə düşübdür. Yəni Azərbaycanda hər şey inkişaf eləmişdi. Ədəbiyyatı da, tarixi də, memarlığı da. Ən gözəl abidələr bu dövrdə tikilib. İstər Azərbaycanın digər bölgələri olsun, istər Naxçıvan bölgəsi olsun, fərqi yoxdur. 12-ci dövr yaxşı. Sonra Naxçıvandakı yenə oxşar cəhətdir. Cümə məscid və Qoşa minarənin tarixinə aid oxşarlıq. Bəs burada Ülvi bəy hansı olur? Yusif bəy, üzr istəyirəm. Yusif bəy. Cümə. Bilmirəm də burada ümumi. Eldənizlərin bir başqa adı da var idi. Atabəylər də. Bəli, Atabəylər də var. O da variantdır, Atabəylər. Bəli, Atabəylər hakimiyyəti dövründə inkişaf edildi. Onların dövründə daha çox abidələr tikilib də, yəni o məntiqlə bunu şey tapa bilərik. Yusif bəy, Naxçıvan gördünüz ha. Naxçıvandakı abidələr demək olar ki, %1, 70%, 80% tikilibdir Atabəylərin dövründə. Yəni elə yadda saxlayın. Aydındır, başa düşdüm. Hə, çox sağ ol. Belə. Bu dövrü keçmək istəyirəm. Bunlara artıq kifayət qədər cavab verdiniz. Məsələn, indi daha əvvəl bu belə bir sual da düşmüşdü. Daha əvvəl inşa edilmiş memarlıq abidəsi. İndi bu biraz burada dövlətlərə baxacaq. Şəki Xan Sarayı deyirsə, ümumiyyətlə xan sarayları deyirsə, avtomatik ağlımıza gəlir xanlıqlar dövrü. Xanlıqlar dövrü isə 18-ci əsr olduğuna görə mən düşünürəm ki, ondan daha əvvəl ayətlər vardır. Buna Ürfan bəy, siz baxın. Müəllimə, Şirvanşahlar saray kompleksi dedikdə bu Şirvanşahların qurulmasından sonradır. Şirvanşahlarda qurulma tarixini bilmirəm. Ona görə dəqiq deyə bilmirəm. Yaxşı, onun köməyi 15-ci əsrdə tikilib saray kompleksi. 15-ci əsr cavab yebəndidir, Xudafərin körpüsü. Bəli, Xudafərin körpüsünə toxunmaq istəyirəm. 11-ci əsr abidəsidir. Şəddadilər dövlətində tikilibdir. Şəddadilər dövlət tərəfindən. Cənub-Quyna, şimal arasında körpü rolunu oynayan abidə Xudafərin körpüsüdür. Cənubla şimal arasında. Bu bir. İkinci bir ədəbiyyatdan əsər gətirmək istəyirəm. Heydər Babaya salam ki, o da körpü rolunu oynayırdı, əlaqələndirmək istəyirəm. Ədəbiyyatımızda Cənubla Şimal ədəbiyyatı arasında körpü rolunu oynayan əsər sayılır. Heydər Babaya salam. Şəhriyarın əsəridir. Və Xudafərin körpüsünün də bir məqamda qeyd edeyim ki, işğaldan azad olan torpaqlarımız işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyevin ilk ziyarət elədiyi abidə yer Xudafərin körpüsüdür. İlk bura gedibdir və Cəbrayıl rayonu ərazisində yerləşir. Cəbrayıl rayonuna aiddir. Onu da qeyd edelim ki, Səfəvilər dövründə Xudafərin körpüsünün böyük bir hissəsi dağıdılır. Səbəb də o idi ki, yəni cənubdan gələcək təhlükənin, hücumların qarşısının alınması məqsədi ilə. Yəni Osmanlı hücumlarının qarşısını almaq məqsədi ilə dağıdılmışdır. Sonra Gülüstan qalası. Ümumiyyətlə Gülüstan qalasına bayaq biz toxunduq ki, Şirvanşahlar dövlətində tikilmiş bir abidədir. Hə, Vüsal bəy. Şirvanşahlar da deyəndə biz Azərbaycan... Bəli, Bakıdır da, ikidir. Əslində Bakı deyil. 5'dir müəllim burada. Müəllim 5'dir. Şamaxı bölgəsi. Şirvan Şamaxı bölgəsi. Hara düşür? 1. Bəli, 1-ə düşür. 1. Bəli, Şamaxı 1-ə düşür. Bilirəm, sizin tez deyirsiniz ki, yəni Bakıya yaxındır deyənə, hə? Elə düşür. Amma 1-ə düşür. Şirvan bölgəsində. Gülüstan qalası. Müəllimə, Gülüstan qalası Sulfanın Gülüstan kəndində yerləşmir. O türbədir. Hə, 2 dənə var. Hə, mən qarışdırdım üzrlər. Hə, Ürfan bəy, özünüz görürsünüz ki, oradan müdafiə tipli bir heç nə yoxdur da, ancaq bir dənə
dairəvi türbədir. Onun üçün Dəsidə. Məsələn, Darülmülk bayaqçı memarlıq abidələri var. Atabəylər dövründə tikilən Yusif İbn Küseyir, Darülmülk, Mümnə O Xatun. şey Naxçıvanda olacaq da ikidə, hə? Naxçıvan da bəli, ikidir. Hələ götürəcək. Bayaqçı Lüstan türbəsi deyirdin, eynən o da yenə Naxçıvandadır. Şirvanşahlar Sarayı bilirsiniz, bundan sonra suallardır. Qaraqoyunlu Cahanşahın hakimiyyəti. Qaraqoyunlara məxsus abidə desək, bayaqçı Göy məscid dedik, hə? Göy məscid isə Təbrizdə yerləşir. Bayaqçı Göy məscid. O da Urmiya gölünün yaxınlığında bu 5 gələm deyəsən. 5-i götürürük. Nömrə 5. İndi gəldik yeni dövrə. Hardasa 19-cu əsrə, əsas budur. Milli mətbuatın əsasının qoyulması. Azərbaycanda milli mətbuatın, ümumiyyətlə ilk dəfə mətbuatın əsası nə vaxt qoyuldu? Əkinçi qəzetidir də burada. Əkinçidə. 19-cu əsrdədir, 1875-ci ildə. Bəs yaxşı, ilk dəfə Azərbaycan milləti ifadəsi hansı qəzetdə işlənibdir? Azərbaycan milləti. O Zərdabinin qəzetində də deyəsən. Zərdabinin qəzeti Əkinçidir. Həsən bəy. Kəşkül deyildir, kəşkül nəsə bir tane. Kəşkül qəzeti. Kəşkül qəzetidir ki, Azərbaycan O milləti. kimindir? O Firdovsin kimindir bu? Kəşkül. Kəşkül qəzetinin bir çox redaktor, belə deyim də, yazıçıları vardı. Əsasında Əli bəy Hüseynzadənin əsərləri burada. Kəşkül qəzetində redaktor olunurdu, onun tərəfindən. Və ən görkəmli nümayəndələrindən idi Əli bəy Hüseynzadə. Elə Azərbaycanın bayrağının da həmçinin bilirsiniz ki, ideal müəllifi Əli bəy Hüseynzadə idi. O da burada çap olunmuşdu fikirləri, ilk dəfə onun fikirləri bayrağla bağlı. Daha sonra Molla Nəsrəddin jurnalının bəs redaktoru kim idi? Azərbaycan Cəlil Məmmədquluzadə deyil. Bəli, bəli. Cəlil Məmmədquluzadə idi görkəmli nümayəndəsi. Bir də nə açıq söz isə onu deyim sizə, Müsavatın qəzeti olubdur. Müsavatın mətbu orqanı açıq söz qəzeti olubdur. Məmməd Əmin Rəsulzadənin bizdə yaratdığı partiyadır. Müsavat partiyası. Milli operanın əsası, ədəbiyyata da toxunur bu həmçinin. Yusif bəy nəyin əsası qoyuldu milli operanın? Azərbaycanda ilk opera. Leyli Məcnun yoxsa? Bəli, bəli. Leyli Məcnun Eyvah. operası. Kim tərəfindən qoyuldu? Bu yazıb tamaşaya qoyulması, tamaşaya qoyulması ilə operanın əsası qoyulmuşdu, hə, elə. Bəli, bəli. Elə onu götürəcəksiniz. Yəni o demək ki, yaradıldı və o tamaşaya qoyuldu. Kim idi o müəllifi? Leyli Məcnun operasının müəllifi? Üzeyir Hacı. Üzeyir Hacıbəyli idi görkəmli nümayəndə. Daha sonra ən görkəmli abidələrindən biri isə Koroğlu operası idi 37-ci ildə.